Bismillahirrahmanirrahim. İnnelhamdülillah nehmeduhu ve nesta'inuhu ve nestağfiruh. Ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Amma ba'd. Allah Teala Zariyat suresi 55. ayette buyurur ki: "Ve zekkir فَاِنَّ الذِّكْرَى تَنْفَعُ الْمُؤْمِنِينَ." Hatırlat, hakikaten hatırlatmak mümine fayda verir. Biz çok güzel bir mevsimin içerisindeyiz. Zilhicce ayının ilk 10 günleri ve bugün de en azametli ibadetlerden biri olan Kurban ibadeti eda olunur ve biz de Allah'ın izniyle kurban barəsində bazı hatırlatmalar ve bu barədə verilen çoxlu suallar ətrafında danışasıq. İlk öncə qurban ibadətlərdən bir ibadətdir. İnsan qurbanı kəsməkdəki məqsədi Rəbbinə yaxınlaşmağıdır, Rəbbinin razılığını qazanmasıdır. Və qurban barəsində də Tirmizidə keçən hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur. Hədisin mənası olaraq belə gəlir ki, Adəm evladı qurban bayramı günü qan axıtmaqdan, yəni qurban kəsməkdən daha əfsəl bir əməl etməz. Qiyamət günü onun kəsdiyi qurban buynuzu, tükləri və həmçində dırnaqları ilə gələr. Və qurbanın qanı yerə çatmamış Allah qatında qəbul olar. Ona görə də qurbanlarınızı kəsdiyiniz zaman könül xoşluğu ilə kəsin. Hədis barəsində alimlər ixtilaf etmişlər, səhihliyi barəsində və hədisi həsən sayan alimlər də olmuşdur. Və bugün götürəcəyimiz bir neçə sual var. Qurban mövzusu ətrafındadır. Suallardan birincisi odur ki, qurban kəsməyin hökmü nədir? Qurban kəsmək sünnətun müəkkədə, yəni təkid olunan sünnədir. Yəni vacib deyil. Əgər bir şəxsin imkanı olsa belə o insanın üzərində vacib deyil ki, qurban kəssin. Ancaq qurban kəsməsi, Rəbbinə yaxınlaşması üçün ibadət etməsi həqiqətən də gözəl əməllərdəndir. Və suallardan ikincisi, qurban hansı heyvanlardan kəsilir? Qurban balaca baş heyvanlardan, qoyun, keçi və böyük baş heyvanlardan isə mal, yəni dana, inək, camış və həmçinin dəvədən qurban olur. Və digər heyvanlar var ki, bunların yeyimi halaldır, icazəlidir, ancaq qurban üçün isə icazəli deyil. Bunlardan biri, məsələn, atın kəsilməsi. At yeyilməsi icazəli olan heyvanlardan, ancaq qurban üçün at kəsilmir. Və yaxud da ki, maral və yaxud da ki, bunun mislində olan digər ov heyvanları qurban üçün uyğun deyil. Suallardan üçüncüsü odur ki, qurban kəsimi nə vaxt başlayır? Qurban kəsimi Zilhiccə ayının 10-u, yəni bayram günü, bayram namazından sonra başlayır. Bayram namazından sonra. Əgər kim bayram namazından qabağa qurban kəsərsə, onun qurbanı qurban sayılmır. Və qurban bayramı günü də qurbanın kəsilmə vaxtı namazdan sonradır. Çünki bayram günü bir namaz var və sonra xutbə gəlir. Və bayram namazı cümə namazından fərqli olaraq birinci bayram günü namaz qılınır və sonra xutbə oxunur. Bayram namazının xutbəsinin dinlənməsi sünnədir. Cümə namazının xutbəsi kimi vacib deyil. Və əgər bir şəxs bayram namazı qılındıqdan sonra qurban kəsərsə, yəni xutbə başa çatmamış, qurban kəsərsə, onun qurbanı səhih sayılır. Və həmçinin verilən suallardan dördüncüsü, qurban kəsimi nə vaxt bitir? Qurban kəsiminin bitmə vaxtı deməli Zilhiccə ayının 13-ü məğrib namazının daxil olması ilə, günəşin batması ilə qurban kəsimi artıq qurban bitir. Yəni bir şəxs cümə günü, bayram günü, bayram namazından sonra, çünki Allah buyurur ki, "Fasalli li rabbike venher", Rəbbin üçün namaz qıl, qurban kəs.
Yəni ilk öncə fikir versəz ayədə gəldiyi kimi namaz qıl. İlk öncə namaz qılınır və bayram günü, bayramdan sonra 3 gün, yəni ümumi olaraq bayram 4 gündür. Və 4-cü günün məğrib namazına qədər qurban kəsilə bilər. Verilən suallardan 5-incisi odur ki, qurban kəsdirəcək şəxs saçından və dırnağından nə vaxt tutmalıdır? Saçından və dırnağından bir var qurbanı kəsən qəssab, bir də var ki, qurban kəsdirən kimin adından qurban kəsiləcəkdirsə, burada nəzərdə tutulan kimin adından qurban kəsiləcəkdirsə, o şəxs saçından və dırnağından heyvan, yəni o qurbanlığı kəsilənə qədər saçından və dırnağından tutmur. Bəziləri düşünür ki, bayram namazı qılındı, artıq o saçından və dırnağından tuta bilər. Xeyr, qurbanı kəsilənə qədər. Hətta ola bilsin ki, qurbanı bayramın 4-cü günü kəsilsin və ona qədər o şəxs saçından və dırnağından tutmur. Və suallardan 6-cısı odur ki, qurban kəsildiyi zaman hər hansı bir duanın oxunması vacibdir. Xeyr, qurban kəsildiyi zaman hər hansı bir duanın oxunması vacib deyil. 7-cisi, qurban ətindən onu kəsən şəxsə verilə bilərmi? Burada baxır niyyətə. Əgər bir şəxs qurban kəsdirir və o adam kəsən şəxs üçün onu kəsmə haqqı olaraq qurban payından verirsə, bu icazəli deyil. Yox, əgər qurban kəsən şəxs həqiqətən də ehtiyac sahibidirsə, qurbanı kəsmə haqqını verdikdən sonra həmən ki, qurban payından onun üçün də hədiyyə və yaxud da ki, sədəqə verə bilər. Və suallardan 8-incisi, qurban borcla alına bilərmi? Bu yenə qayıtır şəxsin özünə. Əgər maaşı, yəni aylıq gələn gəliri qurbandan sonra gələcəkdirsə və bu zaman o şəxs maaş əvəzinə başqasından borc götürər və maaşda həmənki şəxsin borcunu qaytara bilər və yaxud da ki, müəyyən bir müddət üçün borc götürüb, borc kəsdirə bilər. Çünki qurban, yəni sayılı günlərdir, 4 gündür, yəni insan bu 4 gündə qurbanını kəsdir, həmənki ibadəti əda etmiş sayılır. Əgər bu günlər keçərsə, ibadəti artıq edə bilmir. Amma borcu isə müəyyən vaxtdan sonra qaytara bilir. Bu da borcu verən şəxslə razılaşaraq bunu etmək icazəlidir. Və bir də sual verilir ki, 9-cu sual, borcu olan şəxs qurban kəsə bilərmi? Bu da qayıtır yenə şəxsin özünə. İlk öncə bilmək lazımdır ki, borcu geri qaytarmaq vacibdir. Ancaq qurban kəsmək isə sünnədir. Əgər sənin kiməsə borcun varsa və sən bu borcu qaytarmamaqla həmənki şəxsə əziyyət verirsənsə, bu zaman onun, həmənki şəxsin borcunu qaytarması daha yaxşıdır. Əgər kimdənsə borc götürmüsünüzsə və o şəxsin ehtiyacı varsa, xəstəsi varsa və yaxud da bayram keçirmək üçün azuqəsi yoxdursa, sizin qurban kəsməniz düzgün deyil və sizin üzərinizə vacib olan odur ki, həmənki borc sahibə borcunu geri qaytarasınız. Və verilən suallardan 10-cusu odur ki, qurban əti neçə hissəyə bölünə bilər? Elm əhli qurban ətini 3 hissəyə bölünməsi barəsində rəy vermişlər. Bunlardan bir hissəsi insanın özü, yəni öz ailəsi üçün, ikinci hissəsi sədəqə, yəni ehtiyac sahiblərinə və üçüncüsü də odur ki, insanın hədiyyə verməsi. Və bu da insanlar arasında məhəbbətin, şəfqətin və həmçinin mehribançılığın artması üçün olan faydalardan və həmçində dinimizin buyurduğu gözəl əməllərdəndir. Verilən suallardan 11-incisi odur ki, qurbanın qiyməti necə hesablanmalıdır, necə razılaşılmalıdır? Bu çox mühüm bir sualdır. Yəni, bəziləri qurbanı alır və kəsib, ətini çəkib və sonra qurban sahibinin, yəni mal, heyvan sahibinin pulunu verirlər. Bu icazəli deyil. İcazəli olan odur ki, qurban diri şəkildə
diri şəkildə kəsilincək öncə qurbanın pulu verilməlidir və yaxud da ki, danışılmalıdır. Çəkilə də bilər heyvan, çəkilməyə də bilər. Bəziləri deyir ki, qurbanlıq heyvanı çəkmək icazəlidir. İcazəlidir. Qurbanlıq heyvan çəkilə bilər, qapana qoyula bilər. Məqsəd nədir? Onun qiymətinin ortaya çıxarılması üçün və yaxud da ki, kəsilmədən öncə, qapana qoyulmadan ayaq üstə də danışıla, qiyməti danışıla, razılaşa bilər. Ancaq heyvan kəsildikdən sonra onun pulunu verilməsi artıq bu qurbanlıq sayılmır. Çünki qurban bir şəxsin mülkü olduqdan sonra onu kəsməsi icazəlidir. O qurbanlıq sayılır. Əgər bir şey sənin mülkün deyilsə, sənin mülkün olan bir şeyi qurbanlıq kəsməyin də düzgün deyil. Məsələn, əgər bir şəxs qurban kəsmək istəyir və qurbanın qiyməti danışılmayıb və kəsdikdən sonra, yəni onu almadıqda onu həmənki qurbanı almayıb onu kəsir və onun malı olmadığına görə həmənki qurbanın da kəsimi düzgün sayılmır. Verilən suallardan 12-cisi böyükbaş heyvanda neçə nəfər şərik ola bilər? Ən çoxu 7 nəfər. Bir nəfər də kəsə bilər. Məsələn, dananı və yaxud da ki, camışı, dəvəni bir nəfər də kəsə bilər, 2 nəfər də, 3 nəfər də, 5 nəfər də və ən axırıncı say həddi 7 nəfərdir. 7 nəfərdən artıq şərik olması icazəli deyil. Verilən suallardan 13-cüsü odur ki, ölmüş birinin adından qurban kəsilə bilərmi? Məsələn, bir şəxs ailəsi adının, özünün və yaxud da ailəsinin adından qurban kəsdirir və ölmüş, dünyasını dəyişmiş valideyninin, ana-atasının adından da qurban kəsdirmək istəyir. Və bu icazəli deyil. Yəni, sünnədə belə bir şey varid olmayıb ki, bir şəxs dünyasını dəyişmiş insanın adından qurban kəssin. Sədəqə oluna bilər, sədəqə verilə bilər. Ancaq qurbanın kəsilməsinə gəldikdə isə, yəni dünyasını dəyişmiş bir şəxsin adından qurban kəsilməsi və Peyğəmbər s.ə.v və yaxud da ki, onun sahabələrindən varid, yəni sələfdən belə bir şey varid olmamışdır. Və suallardan da 14-cüsü, sonuncusu götürmək olar ki, qurbanlıq heyvanın əti və dərisi satıla bilərmi? Kəsən şəxs, qurbanı kəsən və yaxud da kəsdirən şəxs heyvanın ətini və dərisini satması icazəli deyil. Əgər o şəxs malın dərisini və yaxud da ki, ətini başqa bir şəxsə vermişdirsə, hədiyyə və yaxud da ki, sədəqə olaraq vermişdirsə, artıq o həmənki şəxsin öz öhdəliyinə qalır. Yəni, kimə hədiyyə verilmişdirsə, dəri və yaxud da ki, ola bilsin baş ayaqdır. Kiməsə hədiyyə verilmişdirsə, o insanın həmənki heyvanın dərisini, baş ayağını, ətini satması isə bunda bir problem yoxdur. Yenə də düzünü Allah bilir. Ancaq bir şəxsin özünün, yəni kəsən bir şəxsin o satdığı, kəsdiyi qurbandan hər hansı bir mənfəət əldə etməsi icazəli deyil. Altdan istəyirik ki, Allah-u Teala bizə eşitib faydalanmaq nəsib etsin və bizə qabul olan qurbanlar nəsib etsin. Əmin. Subhanəkəllahumma və bihamdik. Nəşhədu ən la illə ənt nəstəğfiruka və nətubu iləyik.